Ankara Tibb Mərkəzinin həkim pediatrı Elşən Tağıyevdir. Elşən bəy, xoş gəlmişsiniz studiyamıza. Elşən bəy, bronxial asma və bax bu digər allergik olan xəstəliklərin yaranma səbəbi nədir? İlk öncə istərdim Xəzər televiziyasının tamaşaçılarına və bütün Azərbaycan xalqına müqəddəs Ramazan ayının başlaması münasibətilə təbrik edən və bu istiya günlərində Allahdan sizə səbir və dözüm arzulayım. Allah Teala oruc və namazlarınızı qəbul etsin. Mövzumuza gəldikdə isə nəyə görə bu mövzunu seçmişik? Çünki allergik xəstəliklər, cümlədən bronxial asma kifayət qədər aktual bir mövzudur. Təkcə mən bəzi statistik rəqəmləri deyim ki, deyək ki, Amerika Birləşmiş Ştatlarında 6 milyon uşaq, Almaniyada 4 milyon uşaq bu xəstəliklərdən əziyyət çəkir. Yəni, uşaqlar arasında ən geniş yayılmış bir nömrəli xronik xəstəlik olduğu üçün bu mövzuya təkrar-təkrar qayıtmağın vacibliyi bununla əlaqədardır və bu xəstəliklərin istər diaqnostikasında, istərsə müalicəsində Azərbaycanda kifayət qədər ciddi problemlər var, çətinliklər var və ona görə də bu mövzuda əhalinin maarifləndirməsində çox böyük ehtiyac var. Səbəblərinə gəldikdə isə qısaca olaraq əsas səbəbləri sadalayaq. Deməli, genetik faktor ən mühüm faktordur. Çünki əgər valideynlərin birində və yaxud yaxın qohumlarda bronxial asma xəstəliyi və digər allergik xəstəliklər deyək ki, allergik dermatit, qida allergiyası, allergik rinit və yaxud konjuktivit, bunlara xalq arasında gün qripi də deyirlər. Bu kimi hallar varsa, onların uşaqlarında da allergik xəstələrin yaranması şansı böyükdür və bu anlama gəlməlidir ki, əgər valideyn xəstədirsə və yaxud yaxın qohumlar xəstədirsə, mütləq uşaqda da bu xəstələr meydana çıxacaq. Amma bu digər uşaqlarda olduğundan daha çox risk qrupuna aiddir. Digər faktor kimi ev tozları, gənələri son illərdə daha bir aktual mövzuya çevrilmişdir. Bu gənələr epidermisin, ölmüş epidermis qatı ilə qidalanır və ən çox da yataq dəstində və xovlu xalçaların xovların arasında yaşayır və artıq son illərdə bunların da mühüm bir allergik faktor kimi rolu şübhəsizdir. Uşaqlıq vaxtında keçirilmiş ağır infeksiyalar rolu var. Bundan başqa geniş təsirli antibiotiklərin uzun müddətli və təyin olunmasının da bu xəstəliklərin meydana çıxmasında, siqaret çəkmənin, istər aktiv, istər pasiv siqaret çəkmənin rolu böyükdür. Ona görə yəni valideynlər üstündür ki, uşaqların olduğu otaqlarda siqaret çəkilməsinə qətilə yol verilməməlidir və bu cümlədən də allergik xəstəliklərin meydana çıxmasına, xüsusən də tənəffüs yollarına, hiperaktiv xəstəliyin və bronxial asmanın yaranmasına səbəb olur və mənzil şəraiti təbii ki, mühüm rol oynayır. Əgər mənzil şəraitində darız qalsa, kiçik bir ərazidə çox sayda insan yaşayırsa, rütubət varsa, küf göbələklərinin bu xəstəliyin yaranmasında mühüm bir rolu vardır və çoxlu digər faktorlar vardır ki, amma biz qısaca olaraq zaman məhdudluğuna nəzərə alaraq ancaq bu faktorlara sadalamaq istərdim. Və Elşən bəy, maraqlıdır, hansı yaşda daha çox uşaqlar risk var ki, xəstələnə bilərlər, yəni tutula bilərlər bu allergik xəstəlikləri? Deməli, müəyyən olmuşdur ki, 80% hallarda bu xəstəliklər 5 yaşından öncə başlayır. 5 yaşından əvvəl başlayır, amma xəstəliyin diaqnostikası bu yaşlarda, xüsusən də 1 yaşdan kiçik uşaqlarda çox çətin və olduğu üçün çox vaxt bu diaqnozlar qoyulmur. Yəni, problem də bundan ibarətdir ki, xəstəliyin diaqnostikası geciksin, təbii müalicə də gecikir və artıq xəstəlik müəyyən bir irəliləmiş formaya gəlib çıxdıqda təbii onun nəzarətdə götürülməsi də çətinləşir. Yəni, düzgün diaqnoz qoyulmur, yoxsa aşkarlana bilmir? Yəni, diaqnostika çətinliyi ilə əlaqədar, uşaq yaşlarında 5 yaşından əvvəl başladığı üçün, xüsusən dedim, 1 yaşından öncə diaqnostika metodlarının, müayinə metodlarının məhdudluğu üzündən və klinik gedişin, yəni klassik formada keçmədiyi üçün bu yaşlarda diaqnostika çətindir. Belə deyək, ilkin mərhələlərdə yəni gizli gedir, biraz belə desək. Yəni tam gizli olmasa da ancaq... Yəni tam klassik formada, yəni bizim alışdığımız, yəni həkimlərimizin çoxunun öyrəndiyi o klassik boğmalar, boğulma tutmaları filan getmir, ən çox da... Yəni kəskin şəkildə özünü biruzə vermir. Biruzə vermədiyi üçün belə diaqnostika əlbəttə ki, bu yaşlı. Ancaq yenə də hansı simptomlarla, yəni klinikası necə olur?
Deməli, deyək ki, əgər bronxial asmadan danışırsa, bu bronxial asmanın birinci növbədə simptomu öskürəkdir. Yəni, hansı hər bir öskürəkdə əlbəttə bronxial asma deyilməz. Yəni, hansı hallarda şübhələnmək lazımdır ki, bu bronxial asma və yaxud və ya tənəffüs yollarının hiperaktiv xəstəliyidir və ya allergik bronxitdir. Hansı hallarda bu allergik mənşəli ümumiyyətlə öskürəkdən şübhələnmək olur? Birinci, əgər öskürək uzun müddətli, deyək ki, uşaq uzun müddət və səbəbsiz öskürsə, bəzən valideynlər müraciət edir, aylarla uşaq öskürür. Və yaxud öskürəyin günün zamanından asılılığı, deyək ki, ən çox gecə öskürəkləri və yaxud uşaq səhər-səhər yuxudan ayılan kimi dayanmadan, deyək ki, tutma şəkilli öskürəklər olur. Sonra gün ərzində bu öskürəklər normallaşır və yaxud fiziki yükdən sonra deyək, qaçdıqda, oynadıqda öskürürsə, başqa bir halda öskürəyin mövsümü ilə əlaqəli olması, deyək ki, yaz aylarında və yaxud payız aylarında uşaqda öskürək tutmaları olur, davamlı sürətdə aylarla öskürür. Yəni, daha çox bax, bunlara diqqət etmək lazımdır. Yəni, hər öskürək bu bronxial asmanın olması demək deyil. Bir də məkanla, deyək ki, deyəlim ki, bəzi xəstələr var. Bakıda özünü çox normal hiss edir və yaxud Azərbaycanın bölgələrinə səyahət edən zaman və yaxud orada yaşayan qohumlarını ziyarət edən zaman o halda yenə bu tutmalar, boğulmalar filan başlayırsa, bu halda deməli, bütün bu əlamətlər bir daha həmin xəstəliyin allergik mənşəli olmağına, olsun bronxial asma, allergik bronxit və yaxud tənəffüs yollarının hiperaktiv xəstəliyi, hiperaktiv tənəffüs yolları xəstəliyin olmasına bir işarətdir. Eşən bəy, bax, dediniz ki, ümumiyyətlə, diaqnostika zamanı birazca çətinliklə aşkarlanır. Maraqlıdır, hansı diaqnostik üsullardan keçməlidirlər uşaqlar ki, bu aşkarlansın? Deməli, qeyd etdiyiniz kimi, əlbəttə, risk faktorlarının müəyyən olunması, əgər deyək ki, uşaqda və klinik əlamətlər, risk faktoru və klinik əlamətlər artıq diaqnozun demək olar ki, yarısı deməkdir. Bundan başqa, əlbəttə, müəyyən üsullar da vardır ki, bu üsullardan istifadə etməklə diaqnozumuzu dəqiqləşdirmək olar. Biz Ankara Medikal olaraq hansı üsullardan istifadə edirik? Bizim mərkəzimizdə bu günlərdə allergik testlər, istərsən həm qandan seroloji olaraq aparılan qandan testlər, bu spesifik tipdə buna spesifik immunoglobulin antigen spesifik immunoglobulin təmin olması deyilir və xalq arasında isə qanda allergiya testi deyilir. Yəni, bu testlər istərsə qida allergiyalarına, istərsə tənəffüs allergenlərinə qarşı olan bu testləri aparırıq. Bundan başqa dəri testləri, dəri allergen testləri qoyulur. Yəni, bu həm qida məhsullarına qarşı, yəni həm də tənəffüs allergenlərinə qarşı aparılan testlərdir və bu testlərin köməyi ilə biz uşaqlarda allergik xəstələrin olub-olmasını müəyyən edirik. Bundan başqa ağciyərin funksional testləri və spirometriyanın mühüm rolu var və bu testlərdə ağciyər institutu ilə birlikdə aparılır. Yəni, xəstələri ağciyər institutunun, pulmonologiya institutuna göndərilir. Orada həmin ağciyərlərin həyat tutumu, ağciyərlərdə maksimal ekspiratori həcm təyin olunur və bunların hamısı toplam olaraq bir yerdə bizim son diaqnozumuzda gətirib çıxarır. Bir də biz çox bir sadə bir cihazın istərdim ki, peak flowmeter deyilən bir sadə bir cihazdır və bu cihazın köməyi ilə xəstələr özləri həm də və öz həm xəstəliklərinə nəzarət edə bilər, həm də bu xəstəliyin diaqnostikasında istifadə oluna bilər. Burada 3 qırmızı yaşıl... Yəni, allergik xəstəliklərin diaqnostikasında? Xüsusən bronxial asmanın diaqnostikasında bu peak flowmeter individual bir şeydir. Yəni, hər bir xəstənin özündə bir olmasında həm müayinə zamanı istifadə oluna bilər, peak flowmeterdən istifadə oluna bilər, həm də xəstələr özləri öz xəstəliklərinin necə nəzarətdə olmasına bu cihazın köməyi ilə nəzarət edə bilirlər. Çox maraqlıdır. Biz bu cihaz haqqında birazdan danışacağıq. Ancaq indi tamaşaçımız var, xəttə Afət xanım. Alo. Alo. Buyurun Afət xanım, biz sizi eşidirik. Həkimə mənim sualım vardır. Buyurun. Mənim qızımın 10 yaşı var. Elə bil ki, sahi həkimin daima müalicəsində olmuşam, başqa həkimlərdə olmamışam. Hamısı asma bronxit qoyub və hamısı deyəndə eyni həkim. İndi bilmək istəyirdim onun əlamətləri. Elə bil ki, səhər yuxudan durur, saat 10-a 11-ə kimi belə burun axmaları az miqdarda, qripason, askırma belə olur, keçir. Amma sonradan ötürü. Amma bir də müalicələr elədirəm. Müalicə elə bil qutardı 3 gün, 5 gün, ondan sonra yenidən elə bil ki, bir damcı tərlədi, qaçdı, oynadı, yenə elə bil ki, effekt itir, yenə eyni formada. Elə olur ki, il boyu mən 7-8 dəfə müalicələr elədirəm. 2 ildir şübhələndim özümdəki, bunda asma bronxit kimi boğulur, gəlir, bayır qapıda yatır da, otaqda da yata bilmir. Siz otağın havasını zaten dəyişmişəm həkimin məsləhətindən. Bilmək istəyirdim ki, sizdən öyrənmək istəyirdim ki, bu doğrudan asma bronxitin əlamətləridir, bəlkə səhvən burada müalicə olunur. Yox, yəni sizin dediyiniz klinika doğrudan da
bronxial asmanın klassik əlamətləridir və bronxial asma ilə yanaşı həm də sizdə allergik rinitdən də uşaq əziyyət çəkir və allergik rinit özü də bronxial asma üçün risk faktordur. Əgər allergik rinit müalicə olunmazsa, asmanı kontrola götürmək də çətin olar və bir də dediyiniz kimi asmada 3 gün, 5 gün müalicə olunmamalıdır xəstə. Asmalı xəstələrin deməli, o müalicəsində 6 mərhələ var və sizin hansı mərhələdə olduğunuzu müəyyən etmək. Deyək ki, birinci mərhələ ən yüngül mərhələ, orada profilaktik müalicə tələb olunmur. 6-cı mərhələ ən ağır mərhələdir. Deməli, sizin hansı mərhələdə olduğunuzu müəyyən etməli və ona uyğun olaraq, əgər gərəkirsə profilaktik müalicə dediyimiz aylarla, bəzən illərlə davam edə bilər. Ona görə mütləq və mütləq həkimin nəzarətində olur və davamlı müalicə almanız məsləhətdir. Aha. Yəni, mən belə başa düşdüm ki, xanım, bu uşaqda həm bronxial asma var, həm də allergik rinit var. Bəli. Yəni, bəlkə xanım heç allergik rinitin olmağını bilmirdi, amma simptomlarını dedi, siz dediniz. Bəli, simptomlarına görə allergik rinitin olması. Və çox maraqlıdır. Deyirsiniz, bu mərhələsini bilmək lazımdır və o mərhələyə uyğun müalicə etdirmək lazımdır. Bu mərhələlər də nədən asılıdır? Bu mərhələlər də tutmaların sayından, gündüz tutmaların sayından, gecə tutmaların sayından və yuxunun keyfiyyətindən asılı olaraq. Deyirəm ki, əgər həftədə deyirəm ki, ayda 2 dəfədən az olursa gecə tutmaları və gündüz tutmaları da bu qədər olursa, deyək ki, bu birinci mərhələdir. Burada heç bir müalicə tələb olunmur. Axırıncı, 5-ci və ya 6-cı mərhələdə isə artıq davamlı olaraq gecə tutmaları, davamlı olaraq gündüz tutmaları və xəstənin yuxu keyfiyyəti çox aşağı olur. Demək olar ki, xəstə bu tutmaların və öskürəyin səbəbindən yata bilmir və bu halda artıq biz 5-ci və ya 6-cı pillədə qoyuruq bu diaqnozu və demək həmin pillələrdən asılı olaraq da müalicəmiz dəyişir. Həm müalicənin müddəti, həm müalicədə istifadə edilmiş preparatların sayı və dozası bu pillələrdən asılı ola bilir. Ona görə də bunun müəyyən olunması və o pillələrində biz yenə dedim, həmin bu pik flometr vasitəsilə və spirometriya vasitəsilə göstəricilərlə müəyyən edilir ki, hansı mərhələdədir. Deyirəm ki, məsələn, bu uşağın yaşından və boyundan asılı olaraq biz onun üçün maksimal ekspiratori həcm müəyyən edəcəyik. Deyəlim ki, 200 müəyyən etdik. Sonra həmin müayinə edəcək uşağı. Uşaqda əgər bu göstərici 160 ilə 200 arasıdırsa, bu normal hesab olunur. 120-200 arası, 160 arası olduqda burada sarı zona var, sarı zonaya düşür. Sarı zonada olmaq o deməkdir ki, artıq aparılan müalicəni intensivləşdirmək lazımdır. Preparatların dozasını və gündəlik istifadəsi artırılmalıdır və lazım gəlirsə həkimlə əlaqə saxlanmalıdır. Əgər 120-dən aşağı olursa artıq qırmızı zonadayıq. Qırmızı zonada olması artıq alarm deməkdir. Bu halda mütləq və mütləq həkimə müraciət olmalıdır. Xəstə böyük ehtimalla stasionar şəraitdə artıq müalicə təbi olmalıdır. Yəni, pik flometrin xəstələrdə olması artıq bu xəstələrin özlərinin həm bu xəstəliyin müalicəsində aktiv iştirakını təmin edir, həm də xəstəliyin əlamətləri başlamadan deyək ki, ağır mərhələyə keçmədən artıq ilk mərhələlərdə əlamətlər müəyyən olunur və müalicə intensivləşdirməklə xəstəliyin ağırlaşmasının qarşısını alınır. Çox gözəl və tamaşaçımız əgər diqqətlə qulaq assa, ilk öncə mütləq mərhələsini, xəstəliyin hansı mərhələdə olduğunu müəyyən edib, ondan sonra müalicə etdirmək lazımdır. Və bu cür müayinə üsulu deyək və həmin bu mərhələni təyin etmək üçün Ankara Tibb Mərkəzində bax bu cür, yəni belə bir cihaz var və daha bir tamaşaçımız var xəttdə. Alo. Alo. Buyurun xanım. Salam. Eşidirik sizi. Mən doktoradır sualım. Buyurun. Oğlumun 4 yaşından olub məndə bronxit, allergiki. İndi bir kurs, 2 kurs belə götürdüm. Ondan sonra dedi doktor, yaxşı olsa gətirmə. Bir ara artıq hardasa bir 3-4 aydır ki, belə olub. Heç nə yox idi. İndi yenə adi bir dənə ərikmi, nəsə şəftəlimi yesin, nə vaxt olur olsun, qabaqda xeylə tutmurdu. O dəqiqə sırazı belə tutur. Xanım, mən yenə bayaq da söylədim, yəni astmada kurs müalicəsi deyən bir anlayış olmamalıdır. Astmada əgər müalicə davamlı və illərlə çəkə bilən bir müddət. Yəni, astmalı xəstə və allergik bronxitli xəstə, hiperaktiv tənəffüs yolları xəstəliyi olan xəstələr artıq yəni tutmalar olmadığı dövrdə də xəstə hesab olunur və ən azı ildə 2 dəfə həkimə müraciət olunmalıdır və müalicənin, yəni dedim, hansı müddətdə davam olması, hansı preparatlarla davam olunması müəyyən olmalıdır. Yəni, burada kurs anlayışı olmamalıdır. Mütləq və mütləq
bəlli bir yaşa qədər həkim nəzarətində olmalıdır. Yəni, uşaqlıq asmasının da xüsusiyyəti ondan ibarətdir ki, çox güman ki, yetkinlik yaşına, yəni %80, %90 hallarda yetkinlik yaşında, 12-13 yaşında artıq o xəstəlik tam olaraq sağalacaqdır. Elə bu sualı vermək istəyirdim ki, siz deyirsiniz ki, daimi yəni həkim nəzarəti altında olmalıdır, müalicələr aparılmalıdır. Ancaq yenə də müalicə olunandan sonra, bu yaşa gəldikdən sonra tamamilə sağalma ehtimalı var. Sadəcə bizim vəzifəmiz ondan ibarətdir ki, bu yaşa qədər uşağın normal inkişafını, normal həyat tərzini təmin edək, digər yaşlılardan fərqlənməsin. Yəni, asma diaqnozu hökm deyildir. Yəni, bu xəstələr mütləq evdə oturmalıdır, müəyyən bir məhdudiyyət olmalıdır. Asma xəstəliyi olan və olimpiya çempionu olan bilirsiniz, üzgüçü var, Amerikalı bir üzgüçü. Asma xəstəliyinə əziyyət çəkir və üzgüçülük üzrə olimpiya çempiyonudur. Yəni, bizim də məqsədimiz uşağa həmin bu həyat keyfiyyətini, həyat təmin tam normal həyat tərzini təmin etməkdir və müasir tibbin imkanları buna çatır və müraciət etsinlər klinikamızda. Yəni, asma xəstəsi olan uşaqlar, belə deyək, ildə 2 dəfə dediniz. Yoxsa ən azından. Ən azından ildə 2 dəfə. Ancaq tələb olunarsa ehtiyac olarsa... Hər 3 aydan bir də həkim nəzarətində ola bilər. Amma ən azından ildə 2 dəfə həkim nəzarətində ancaq o xanım deyir ki, 3 ayda heç bir əlamət yox idi. Demək ki, bu müvəqqəti keçici bir sağalmadır, belə deyək. Yəni, remissiyalar alına bilər və mütləq alınır da remissiyalar. Amma remissiya müddətində də müalicəmizi davam etdirməliyik. Deyək ki, müalicə dediyimiz şey sadəcə bir və yaxud bəzi hallarda 2 preparatdan ibarət ola bilər. Bu preparatlar həm aerozol formasında ola bilər və yaxud bir tabletikadan, bir həbdən də ibarət ola bilər. Ancaq müalicə dayanmamalıdır. Amma müalicə dayanmamalıdır. Hətta o, yəni belə deyək, əlamətləri, kəskin şəkildə tutmalar olmayan zaman belə dayanmamalıdır. Çünki bu dayansa, sonradan belə kəskin şəkildə tutmalara gətirib çıxarır yəqin. Bax belə. Bu davam etdirək Eşən bəy. Yəni, bəli, xəstəliklə bağlı müalicələr necə aparılmalıdır? Müalicə, deməli, həm kəskin tutmaların müalicəsi ilə profilaktik müalicə fərqlənir. İlk öncə qısaca kəskin müalicələrdən danışaq. Biz klinikamızda müasir bir yanaşma üsulundan istifadə edirik. Nebulizer terapiyasından istifadə edirik. Nədir nebulizer terapiyası? Yəni, nebulizer dediyimiz sadəcə çox kiçik və sadə bir aparatdan ibarətdir və nebulizerə hər preparatı burada istifadə olunmur. Burada xüsusi olaraq nebulizer üçün olan preparatlar, bu olsun salbutamol, pulmikort, atrovent, adrenalin, hətta nebulizer kimi istifadə edilir. Natri xlorun özü də istifadə oluna bilər və nebulizer terapiyası, bu sadə bir cihazın köməyi ilə həmin dərman preparatı elə bir kiçik hala salınır ki, aerozol forması elə bir kiçik ölçüyə çatılır ki, hətta kiçik bronxiolalara belə çata bilir və təbii yerli təsirə malik olur, sistemik təsir göstərmir. Təbii ki, həmin preparatların əlavə təsirlərini də minimuma salmış oluruq və həm də effektin çox tez bir zamanda alınması müşahidə olunur. Deyək ki, ağır tutmalarla gələn bir xəstə, deyək ki, 1-2 saat ərzində o tutmalardan azad oluna bilər. Yəni, nebulizer terapiyasının üstünlüyü... Həm də məncə uşaqlar üçün bu rahat olar. Əlbəttə, təbii də həm də rahatdır. Deyək ki, uşaqların müxtəlif inyeksiyon preparatların təyin olunması, həm ağrı, stres faktorlarının yanaşı, həm də bu müalicə üsulunun ucuz olması, effektiv olması, qısa müddətdə təsir göstərməsi və praktik olması, daha praktik olması səbəbindən biz müxtəlif preparatların nebulizer şəklində istifadə olunur və həm də bu preparatlar lazım gələrsə hər 15 dəqiqədən bir nebulizer vasitəsilə 20 dəqiqədən bir, 1 saatdan bir. Yəni o tutmanın ağırlığından asılı olaraq, yəni tezliyi gün ərzində minimal 4, maksimalsa 12-15 dəfəyə qədər gün ərzində həmin preparatlar üsulə... Ümumiyyətlə tutmalar özünü necə nə şəkildə göstərir? Yəni tutmalar necə olur? Tutmalar yəni həm kəskin, yüngül tutmalar da ola bilər. Yüngül tutmalar tutma şəkli öskürəkdən ibarətdir. Ağır tutmalarsa boğulmalara qədər ola bilər. Boğulmalar, xırıltılar, xəstədən nəfəs vermə aktı adətən çətinləşir. Bir də mən istərdim, siz nə izah edəsiniz? Bax, bu zaman uşaq evdədirsə, valideyn özünü necə aparmalıdır? Yəni, xüsusi bir pozalar var ki, yəni deyək ki, həmin o pozalarda durduqda... Çünki bu çox önəmlidir. Ola bilər ki, uşaq evdədir, tutub bu pristuplar və nə eləməlidirlər? Yəni, ilk öncə o həmin pozalardan istifadə olmalı. Deyək ki, məsələn, faytonçu pozası. Deyək ki, faytonçu pozası nədir? Sanki uşaq önə doğru əyilmiş, əlləri dizi üstündə olur və biraz da önə doğru əyilir. Bu halda nəfəs alma, nəfəs vermə aktı. Əsas problemimiz ki, nəfəs vermədir. Nəfəs vermə
asma aktı biraz yüngülləşə bilər və ondan sonra yenə də o xəstələr nəyə bilməlidir mövzusuna keçəkdə orada qeyd edəcək ki, hansı, ona görə biz deyirik ki, xəstələrdə mütləq aerozollar olmalıdır. Yəni evdə aerozollar olmalıdır mütləq şəkildə. Aerozollar olmalıdır və aerozollar da ümumiyyətlə uşaq yaşlarında aerozolların birbaşa istifadəsi effekt verilmir. Çünki həmin preparatın böyük bir hissəsi itkiyə gedir. Çünki uşaq aerozolu düzgün, nəinki uşaq, hətta böyüklər belə aerozolu düzgün istifadə edilmir. Düzgün istifadə olunmaması da, yəni müalicənin effektlisinin bir nömrəli səbəbi xəstə tərəfindən həkim təyinatının düzgün yerinə yetirilməməsidir. Bu həm doz olaraq, həm də texnik olaraq alınmır və biz bu hallarda nədən istifadə edilir və mütləq bütün xəstələrimizə belə bir cihazlar var. Çəmbər və yaxud spacer deyilən xüsusi bir cihazlar var və mən bütün asma xəstələrimə bu cihazların almağı tövsiyə edirəm. Bunlar həm praktiki, həm də qiymətlə çox ucuz olduğu üçün və istifadəsi asandır bu cihazların və aerozollar mütləq bu cihazlar vasitəsilə verilməlidir. Bu cihazlarda nədir? Bir tərəfdə yəni istifadə qaydası daha asandır. Daha asandır və bunları xəstələrə başa salırıq. Aerozollar əgər çəmbər və spacer vasitəsilə istifadə olunursa, təbii daha effektli alınır. Demək olar ki, nebulizer terapiyanın effektini həmin bu cihazlar, əgər aerozolu cihazlar vasitəsilə verirsə, nebulizer terapiyanın effektini bu cihazlarla almaq olur. Yəni ev şəraitində artıq bizim nebulizer terapiyamız belə obrazlı danışsaq, ev şəraitində nebulizer terapiya təyin edirik xəstəyə və həm praktikidir, demək olar ki, istifadəsi də sadədir və qiymət cəhətdən də çox effektli olduğu üçün hər bir insan üçün, yəni bu əldə edə bilər. Yəni hər bir insan çox sadə bir cihaz olduğu üçün asan əldə oluna bilər. Elşən bəy, bax ümumiyyətlə bu cihazlar haqqında danışdınız, bu üsullar haqqında danışdınız. Bunlar yenilikdirmi, yoxsa artıq çoxdan istifadə olunur tibbdə? Demək olar ki, Türkiyədə, Avropada, qərb təbabətində bu cihazlar artıq nebulizer terapiyası, epik flometrlər artıq illərlə istifadə olunur. Deyək ki, məsələn, biz bu yaxınlarda Almaniya Respublikasında bir 6 aylıq allergologiya mərkəzdə bir deməli çalışmalar yapıldığımız zaman deyək ki, orada hər bir xəstənin pik flometri, individual pik flometri, hətta individual olması yəni vacibdir. Bu artıq bugünkü günün zərurətidir ki, hər bir xəstə pik flometrlə olmalıdır və bundan başqa bütün xəstələrdə astmaya nəzarət forması var. Belə bir formada biz indi bütün xəstələrimizdə bu forma ilə də təmin edirik. Bunlar da nədən ibarətdir? Burada deyək ki, gün ərzində xəstədə neçə dəfə xırıltılar olub, gün ərzində öskürəklərin sayı, gündəlik aktivliyi necədir, yuxunun keyfiyyəti necədir, hansı preparatlardan istifadə etmişik, gün ərzində neçə dəfə. Həmin, yəni gün ərzində olan bu qeydlər hamısı bu vərəqdə aparılır və həkim nəzarətinə gəldikdə bu həmin asma nəzarət forması da birlikdə gəlir və bu zaman xəstədə yenə də pik flometrin göstəriciləri birlikdə xəstəliyin hansı mərhələdə olmasını müəyyənləşdirib müalicəmizdə korreksiya edirik. Yəni, gərəkirsə bir pillədə ki, ikinci pillədən üçüncü pilləyə və yaxud əksinə ikinci pillədən birinci pilləyə həmin o göstəricilərə uyğun olaraq keçid yapa bilərik. Doğrudan çox maraqlıdır, çox maraqlı yəni müalicə metodlarıdır, diaqnostik metodlardır. Doğrudan da bəlkə də bir çox insanlar bilmirlər, bəlkə bilirlər. Ancaq bu üsullardan istifadə etsələr özlərinə kömək etmiş olurlar. Doğrudan da xəstəliyin belə deyə daha tez aradan qaldırılmasına, həm də həkimə də kömək olurlar. Çünki xəstə bəzən özünü elə aparmalıdır ki, biraz həkimə də kömək olsun. Doğrudan çox maraqlıdır. Yəqin ki, tamaşaçılarımız diqqətlə izlədilər. Həm də bu xəstəliyin əsasən uşaqlarda olması doğrudan da valideynlərə daha diqqətli olmağa, yəni daha diqqətli olmaqları lazımdır. Bax, bu cür yeni, yəni belə deyək, bəlkə bizdə yeni sayıla bilər. Yeni sayıla bilər. Bu cür metodlar var. Heç də narahat olmayın. Doğrudan da bu çox ağır, çətin bir xəstəlikdir. Hətta insanlar panikaya, evdə uşaqlarında bu cür pриступlar olanda panikaya da düşə bilirlər. Asma diaqnozundan bir fobiya var. Xüsusən steroidlərdən bir fobiya var. Amma müasir tibbdə artıq astmanın və allergik xəstələrin müalicəsi steroidsiz mümkün deyil. Amma tibb artıq o dərəcədə inkişaf etmiş ki, biz steroidləri yerli olaraq istifadə edirik. Yerli istifadə olunan steroidlərin əlavə heç bir təsiri demək olar ki, əlavə təsiri yoxdur. Əgər düzgün dozada və düzgün istiqamətdə müalicə aparırsa, heç bir əlavə təsir olmadan uşağın tam normal həyat tərzi keçirməsinə şərait yarada bilərik. Bir də siz dediniz ki, evdə bax bu cür uşaqlarda mütləq şəkildə aerozollar olmalıdır. Bu aerozollar yəni necə
tutmalar olduqda mütləq pristuplar zamanı istifadə olunur, yoxsa adi hallarda da və uzun müddət istifadə olunarsa hər hansı bir fəsad ola bilər? Deməli, salbutamol preparatı tutmalar zamanı istifadə olunan aerozol preparatı, bizdə daha çox Ventolin adı ilə tanınır preparat. Bu hansı hallarda? Tutmalar zamanı, bir də fiziki gərginlikdən baş verən öskürək və tutmalar üçün. Deyək ki, əgər uşaq fiziki yükdən sonra, oynamaqdan, qaçmaqdan sonra onda tutmalar baş verirsə, fiziki yükdən yarım saat əvvəl deyək ki, bir doza salbutamol alır və həmin fiziki aktivlikdən sonra tutmalar baş vermir. Həmin bu aerozol, tutmalar üçün olan aerozol salbutamol preparatıdır. Yəni, bunu da xəstələrə biz istifadə qaydasının, dozasını tam sürətdə başa salırıq. Bir də profilaktika üçün istifadə olunan aerozollar vardır ki, bunlarda steroid tərkibli və yaxud bir də uzun müddətli beta-adrenergitiklər vardır ki, bu təsirli preparatlardır. Bunlar da deyək ki, 2-6-cı mərhələ arası bu preparatlardan uyğun olaraq istifadə olunur. Bunlar tutmalardan asılı olmayaraq, deyək ki, məsələn, flütikazon preparatı səhər-axşam aylarla, deyək ki, gələcəksə də illərlə tutmalardan asılı olmayaraq istifadə olunur. Yəni, bu iki qrupa bölünür. Yəni, iki qrupa bölünür və bunun artıq növünü bilmək lazımdır. Bəli, hansı növünü? Bu artıq həkim təyin edir. Hansı xəstəyə, hansı preparat və yaxud profilaktik müalicə lazımdır, bu lazımdır. Bir də biz profilaktik olaraq lekotrin inhibitorlarından istifadə olunur. Montelukast preparatından da istifadə olunur. Bunun da istifadə qaydası yenə xəstələrə başa salırıq biz. Belə, Elşən bəy, çox sağ olun, təşəkkür edirik. Studiyamıza gəldiniz, maraqlı məlumatlar verdiniz tamaşaçılarımız üçün. Əziz tamaşaçılar, biz bronxial asma və digər allergik xəstəliklər haqqında danışdıq və studiyamızın qonağı Ankara Tibb Mərkəzinin həkim pediatrı Elşən Tağıyev idi. Bax, belə sizinlə sağollaşıram. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.